Salam, mənim əziz izləyicilərim. Bugünkü dərsimiz sadədir. Xəbərin həmciz mübtədalarla üzlaşması. Bəzən cümlədə bir yox, bir neçə mübtəda iştirak edir. Və bu mübtədalar üçüncü şəxslər ola bilər, onlar arasında ikinci şəxslər, birinci şəxslər ola bilər. Belə halda xəbər hansı şəxsə uyğun şəxs şəkilçisini və ya xəbərli şəkilçisini qəbul etməlidir. Baxaq, mən, o, Nadir, bir də siz. Adətən testlərdə elə verirlər ki, axırıncı sözü elə seçirlər ki, uşaq istər-istəməz siz olduğuna görə gəlməli siniz fikirləşir. Mən, o, Nadir, bir də siz ahəng tələb edir ki, gəlməlisiniz. Lakin qayda belə deyil. Yadda saxlamaq lazımdır. Əgər sadalanan mübtədaların içərisində birinci şəxs varsa, yəni mən və yaxud biz, digər nələrin sadalanmağından asılı olmayaraq xəbər birinci şəxsin cəmində olmalıdır. Yenə deyirəm, çox zaman çaşdırmaq üçün bu birinci şəxs əvəzliklərini adətən əvvəldə verirlər ki, onun ahəngi itir. Ən güclü şəxs birinci şəxsdir. Birinci şəxs varsa, mən və yaxud biz əvəzlik varsa, hansı sözlərin, mübtədaların işlənməsindən asılı olmayaraq xəbər birinci şəxsin cəmində olur. Birinci şəxsdən sonra ikinci güclü şəxs ikinci şəxsdir. Əgər sadalananların içərisində ikinci şəxs varsa, siz və yaxud sən, xəbər mütləq ikinci şəxsin cəmində olmalıdır. Getməlisiniz. Yenə də burada test tərtibçiləri uşağı aldatmaya çalışırlar. Elə söz axıra salırlar ki, onun ahəngin uşaq tutsun və ona uyğun sərf etsin. Siz, o, Nadir, bir də onlar istərsiniz getməlidirlər tələb edir. Lakin ikinci şəxs varsa, xəbər mütləq ikinci. Birinci şəxs yoxdursa, əgər birinci ikinci şəxs varsa, üçüncü şəxsdədirsə, xəbər mütləq üçüncü şəxsin cəmində olmalıdır. Nadir, Əkbər, bir də sakit şəhərə getməlidirlər. Burada mübtəda ola bilər ki, insan anlayışı olsun, heyvan, quş anlayışı olsun, həmçinin mübtədalar və yaxud cansız əşyalar olsun. Buna uyğun şəkildə xəbər necə olmalı? Baxaq, qardaşı ilə bacısı evə yollanırlar. Bu bir mübtəda, bu da iki mübtəda. Əgər iki mübtəda varsa, xəbər mütləq cəmdə olmalıdır. Birdən heyvan və quş olsun. Ayı və şir dovşanı ovladılar, yoxsa ovladı. Əgər heyvan və quşdursa, həm heyvan, həm də quş adları olarsa, fərcə qaz və ördək uçuşur. Belə olan halda xəbər həm üçüncü şəxsin təkində, həm də cəmində ola bilər. Səhv deyil. Yəni, ayı və şir dovşanı ovladı, düzgündür. Ayı və şir dovşanı ovladılar, bu da düzgündür. Birdən cansız əşya olur. Həm səhra, həm də düz yağış həsrətində idilər, yoxsa idi. Cansız əşyadır, cansız əşyadır. Cansız əşya olanda həmişə üçüncü şəxsin təkində olur. Küləkdən yarpaqlar və meyvələr, hətta cəmdir burada. Töküldülər, yoxsa töküldü. Töküldü olacaq üçüncü şəxsin təkində. Bu nümunə qayıtmaq istəyirəm.
Qardaşı ilə bacısı evə yollandı. Birdən belə oldu. Qardaşı ilə bacısı evə yollandılar. Burada ilə bəni sinonim işləmişdir. Qardaşı ilə bacısı evə yollandılar. Üçüncü cümlə var. Qardaşı ilə bacısı evə yollandı. Burada üçüncü şəxsin təkindədir. Burada üçüncü şəxsin cəmindədir. Hansı düzgündür? Hər ikisi düzgündür. Lakin fərq başqa şeydir. Nədir? Əgər qardaşı ilə bacısı evə yollandılar olsa, cümlə belə olacaq. Yollandılar xəbər. Kim yollandı? Qardaşı. Kim yollandı? Bacısı. Evə zərfi. Çünki həmcis müftədalardır. Xəbər, şəxs anlayışı bildirir, üçüncü şəxsin cəmində olacaq. Qardaşı ilə bacısı evə yollandı. Artıq burada təkdir. Belə olan halda, əgər bunlar həmcis müftədalar olsaydı, onda bu yollarda olmalı. Deməli, əslində burada ilə artıq burada bağlayıcıdırsa, burada artıq ilə qoşmaq hesab olunur. Çünki burada qardaşı ilə bacısı evə yollandı. Bu artıq onda olacaq. Tamamlıq. Bacısı olacaq müftədə. Bacısı evə yollandı. Kimi ilə? Qardaşı ilə. Deməli, diqqət etmək lazımdır. Əgər şəxs anlayışı bildirən ilə bağlanarsa, cəmdədirsə, onlar həmciz müftədə olacaq. Təklərdirsə, biri tamamlıq, biri isə müftədə olacaq. Bugünkü dərsimiz qısadır, bu qədər. Bəyənirsinizsə, bəyənmə işarəsini vurun, kanalıma abunə olmaqla davam edin və fikir və iradlarınızı mənim ünvanıma göndərə bilərsiniz. Sağ olun, bu qədər.